Salam dostlar, bu gün sizlərlə bərabər xoş gəlmisiniz videoma. Age of Story 2 Definitive-in davamını çəkəcəyik. Bu gün Azərbaycanla bir yerdə Afrika fəthimizin davamını eləməyə fikirləşirəm. Yəni Afrikanı artıq bilirsiniz planlarımızı. Bütün liman hissələrini mən iç hissələrin hamısını Azərbaycana verməyə fikirləşirəm. Yəni onsuz da dünyada özümüzü çox yaxşı bir yerə gətirdiyimizi fikirləşirəm və artıq Afrika planımızı da elədikdən sonra bilmirəm, bəlkə final çəkərik, bəlkə Viyananı artıq ələ keçirmişik, bəlkə artıq Fransa, Poloniya dövlətlərə kimi gedərik. Yəni bilmirəm, hər şey ola bilər. Yəni ona görə deyirəm, tələsmək lazım deyil hələ. Bilmirəm, yəni final gələcək artıq, çünki bu da çox uzandı. Təzə artıq necə deyim, bilirəm bu daha maraqlı gəlir sizlərə. Bir baxışalım, çox gözəl, mükəmməl bir nəticədir mənim üçün. Yəni daha yaxşıları çəkmək ümidi ilə deyirəm ki, elə bu arada burada niyə 7 milyon burada 13 milyon? Nəsə çox da vezimizə də deyil. Girəcəyimiz dövlət Kamerun olacaq. Kamerun kimdir bu arada? Yəni uydu, çox böyük torpaqlar var. Əmək işin olmaz, yəni Kamerunda biz həll edəcəyimizi fikirləşirəm. Bax, bura 1, 2 burada bir dənə ordu göndər. Yəni bu asan dövlətdir. Çox da belə çətin dövlət olacağına mən fikirləşmirəm. Bu arada artıq 1 puandan sonra da saldırımızı fullləyəcəyik. Biz bura bu qədər ordu göndərək. 2.2 milyon. Bunu da sən göndər bura. Bir də biz liman eləyək. Gördüm, çoxunuz önərimiz ki, mənə liman inşa et. Düz deyirsiniz, yəni bax bu gör haradan fırlanacaq. Fasın bir də gəlir baş hissəsindən fırlanır. Həqiqətən də Türkiyə kimi bir dövlət üçün heç iç açıcı bir hal deyil. Ekonomi araşdırmaya da missiyon verim. Verəcəm, narahat olmayın. Sadəcə biraz öz planlarımızı gerçəkləşdirmək istəyirəm. Bizi satmayan Azərbaycanla bir yerdə bu gün artıq döyüşə giririk. Savaşımı elan edirəm. Ya da eləmirəm. Birinci gözdə Azərbaycanla ilişkilərimizi gelişdirək. Diplomatik zirvə düzənləyək. Saç atom bombası atırdıq Azərbaycana. Dövləti ilə yönətirik. Atom bombası atırdıq müttəfiqimizə. Boş verin, bunlar olan bir şeylərdir. Komutan Mori gəlsən bir yayındaydı. Yəni istəsiz görüb baxa bilərsiniz. Girdik Kameruna, Azərbaycana buradan torpaq vermək kimi bir var əslində qalsa fikrim. Buranı birinci yox eləyək, sonra keçəcəm o aşağıdakı torpaqlara. Buradan artıq kuşkumuz qalmasın. Burada da 6.6 milyon oldu. Bəs eləyər Kameruna. Bəs eləyər. Bum. Granat kimi partladı. Heç nə olmaz. Bum, 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 bum. Orada çox itirdik bu arada. Yəni 100 minə düşdü ordumuz. Niyə elə oldu? Girək buradan. Bu 600 minliyi göndər bura köməyə. Hoppa. Bu arada mən ən çox öyrənmək istədiyim oyunlardan biri də H1.4-dür. Prosto deyirlər ki, çox çətin oyundur. Yəni bilmirəm mən onu oynaya bilərəm, oynaya bilmərəm. Həm də tutmaz, inanmıram heç izləyək. Atom bombası olmur. Atom bombası olmur. Yəni əslində 67 milyon ekonomimiz var. Atom bombası ay da zehləm gedir də bundan da. Ona görə yalnız səhv tur atlamaq ən zəhləm getdilərindən biridir. Heç nə olmaz. Yığacağıq, amma yenə də o deyil də. Bura ordu lazımdır tez bazar. Oranı biz savunmalıyıq. Yayıldıqları kimi də ordu mühasirəyə aldıq, amma necə mühasirəyə aldıq? Bura biraz ordu göndər. Bura bir damcı ordu göndər. Sən bura get, sən də bura get. Sən bura hücum elə. Sən də gir buradan. Sən də buradan gir. Sən də gir buradan. Bura onsuz da orada göndərdik. Sən də burada yavaşdan gir. Şaşkıma girməsəydi oradan deyirəm. Ay, granat kimi yayırlar. Parazit deyirik. Biz bunlara parazit deyirik. Amma heç nə olmaz. Onsuz da qutardılar axır əvvəl. Prost Azərbaycan heç gəlmədi. Təslim oldular. Onsuz da bizim kimi güclü bir dövlətin qarşısında təslim olmaqdan başqa çarələr yox idi. Bu arada Azərbaycan gəlməyib. Heç nə olmaz. Yəni gəlməyib də. Nə olsun ki, həmişə gəlib kömək eləyib. Bu dəfə də Allah hamısının qalanını Azərbaycana verək. Hamısını al elə buradan eləyəydi. Niyə bir-bir seçirəm mən də?
Kamerun namısını al. Bu arada Azərbaycan sən gəlmədin. Biraz xoşuma gəlmədi bu arada. Artıq dinlənək. Sakitləşək biraz. Orduların bütün hərəkətlərini yox eləyirik və orduları Ankaraya çəkirik. Bu arada istəyirsə başkəndi İstanbulda eləyə bilərəm. Azərbaycan bu arada niyə gəlmədim bilmirəm. Amma bax görürsən 5 il işimiz də azalıb. Xoşuma gəlmədi. Amma mən sənə torpaq verəcəm, yəni yenə də narahat olma. Deyirəm ki, bunu verib bunu da verək. O ki naziklik qalsın. Kameruna gələk. Kamerundan çox torpaq verəcəyik Azərbaycana bu. Bunları verək. Onu verməyək. Bunu verək. Bunu verək. Buradan aşağısını verək. Orada ikiliyi qalsın. Qalanı da Azərbaycana verəkdən sonra. Azərbaycan ekonomisi qazanması heç bir şeydir. Bir-iki ekonomik yatırıma keçərəm. Vəsə. Buyur Azərbaycan. Görək neçə min ekonomiya qalxdı. Biz 73 milyon idik. Düşdük neçə milyona? Görə bilsəm. 69 200. Yəni 800 min ekonomi verdi adam. Çox da böyük bir şey deyil. Ordu basacağıq. Assimilyasiyonları tez eləyim. Eləmədən əvvəl bu assimilyasiyonları bağla. Araşdırma eləyəcəm bir dənə. Qapaqdan da görmüşsünüzdür ki, Azərbaycanla bir yerdə artıq dünyaya fəth etməyi fikirləşdik. Yəni bunu da eləməyin vaxtı gəlmişdi artıq. Dünyaya fəth Belçika yer getdi buradan. Elə bildim Azərbaycan çağırdı. Qorxdum biraz. Bir şey üçün narahat olmağa lazım deyil. 71 milyon. Araşdırmanı fulliyə görə araşdırmadakı yerimiz hardadır? Son dəfə biz qəbilə dövlətləri ilə yaşırdıq. 32-ci yerdəydik. Artışımıza var. Bum. Bir onda fırlayırıq. Amerika kim deyir bizim qabağımızda? Amerikanı tanıyırsınız siz. Mən şəxsən Amerikanı tanımıram. Texnologiyada Türkiyə number one. Baba çatdıq. Polonya bu arada çox böyük bir imperatorluq qurub. Mən onu indi başa salacağım. Bu arada keçəmədik. Heç nə olmaz. Bir dənə də yığaq 50 milyon. Keçək Amerikanı. Sonuçta Poloniya zadı keçmiş. Poloniya zadı keçmiş. Yox eləmişik Poloniya zadı. 83 milyon. Full araşdırmanı. Bir də getdik. 1.04. Bir dəqiqə yarışırıq. Dünya ikincisi. Amerikaya çatarıq mı? Sizi bil satarıq, amma çatarıq. Heç nə olmaz. Biz düşüş yaşamışıq birdən. Və bu son yatırım olacaq bu arada. Yəni nə qədər çat. Gəlib ucunda deyəm, xahiş edirəm. Yaxşı, qalsın belə. Daha çox yatırım eləyəməyəcəm. 19 xalımız var. Neynəyəcəyik bunu? Biraz buna, qalanı da buna verəcəm. Oldu. Bu arada assimilyasyon da bir dəfə bum eləyək. Sonra da daha nədən adı yəni? Tümürlər açıq eləyək. Bu arada bizim torpağımız. Bizim burada necə torpağımız oldu? Həqiqətən başa düşmədim. Biz İspaniya, bilirsən o Cəzairdən aldıq biz. Məncə Cəzairdən almışıq. Cəzairdən yazımıza düşüb bilmirdik torpaq hardadır. Ordu basmaq lazımdır indi. Tez bazar bir şəkildə. Kanada bizə nə deyir? Bizdən nə deyir? Kredi istəyir. Razıyam yəni. Kanadadır. Yazıqlar kredi istəyir. Kredi verək. Ağlamasınlar sonra. Biz niyə pul itiririk? Qorxuram. Yox, o qədər də böyük bir şey deyilmiş. Bu arada artıq orada basmayacağım. Gələcəm burada sözləşmə asır basacağım. Yəni daha çox sərf eləyər. Bu qədər də sərf eləmir. Yox, biz orada basaq hələ. Milyar pulumuz olduqdan sonra mənfiyə düşdük. Balkandan mı basaq, Yunanistandan mı basaq, Hicazdan mı basaq? Bum. Təzə pul yığmışdıq. Pulumuzun içine eləyəcək, amma olsun. Ordu lazımdır bizə. Və belə düppərəm düz gedəcəm. Ayda sonra şutura bastım. Nəsə boş. Və belə gedəcəm buradan belə uzama.
Böyle uzanacağım buradan. Tüm limanları işlədəcəm. Marağa. İstanbul'dan basmaram tabii ki de. İstanbul niye basmıram? Çünkü başkentimizdir. Yani niye İstanbul'da basım yok eləyim ki? Ve pul da kurtarır. Axırı ki. Yox, kurtarmadı. Pul deyəndə şeydə hərəkət puanı. Və kurtardı. Ama pul kurtarmadı. Ona görə davam edirik. Macaristandan əvvəllər yaxşı ordu çıxır deyə. Biz istəmirəm də gözümüz arxada qalsın. Təzədən gəlib ordu basaq. İşte bu kadar ordu bastık. Görüm ne kadar yığıldı. Ordu yığ. Yukarı bakmayacağım. Gözsüz olsun. Ve qaşay. 30 milyona çıxsın bu. Çıxdı mı? Çıxmadı. 30 milyona çətin də çıxar. İndi çıxar. Ankara'ya orduları yığ. Çıxdı mı? İspanya bizden askeri erişimi istəyir. Niye? Niye? Geri çevireceğim. Niye verəməliyəm ki? Sen kimsən ki, sən mənə askeri erişimi verməliyəm? Sen kimsən? Özümü nə sayırsan? Geri get buradan. Yani sen kim özümü nə sayırsan ki? Başa özümü nə sayırsan ki burada? Nə demək istəyirsən ki indi sən? Özü bir şey sayırsansa, yani gəl 1v1 ataq başa salımda sən. Kim kimiymiş? Balataya baxayım. Gəlib mənlə atar tutar eləyir. Aha, 30 milyon ordumuz da oldu. Ne edəcək? Hoppa, mallara yatırım eləyək. Nüfus yatırım eləyək. 30 milyon ordunun da hamısını göndərəm Moritaniya. Birinci Moritaniyanı alaq. Azərbaycanla aramızı yaxşı tuturuq da yəqin ki, hə? Azərbaycan. Bu arada gedin mən Japoniyanı alım, verim Azərbaycan. Azərbaycan sistem güclənsin, post Azərbaycan 6-cı yerə gəlib. Azərbaycan nə qədər irəliləsin? Niyə Azərbaycan zəifdir ki? Azərbaycan əhalisi yaxşıdır. Nüfus olarak Japonya ne inəmsən? Japonya sən nə qədər torpağın var ki, soruşmaq ayıb olmasın. Japonya'da da bir tane Çin var səndə, bir də özün var səndə. Oyda adam bu kadar torpaqda nüfus olarak dünya birincisidir. Biz de ikinci yiyən, o kadar da pis yerdə deyilik. Hindistan, Azərbaycan da onun orada. Vietnam, sən bu kadar torpaqdasan yiyəcəksən ki də, o əhali. Gəlib alaram səni. Biz getdik Vietnama. Vietnama salam verib gəlirik. Buradan 10 milyon ordu ayır, 10 milyon ordu gəlsin. Bu arada biz şey eləyək. Limanları inşa eləyək. Oy. Biraz liman inşa eləyək. Bura 30 milyon ordu gəldi ya. 10 milyonu. Düppərəmdiz 10 milyonu. 10.4 dolar. Sən girərsən bir sonra. 1, 2, 3 ve 4. Getdin. Sen oraya geçsin ordular. Haydi ya, ne oluyor bu? Burada ben Venezuela'da burada. Abi Amerikan burada işte bir tane ekonomileri olur bunda. Ələ keçiriblər, bizlərə bax. Buna bax 4 tane torpaqda 3.7 milyon. 1.2 milyon. Bu özümə görə demirəm, Azərbaycana görə deyirəm. Malta bizdə bir ara qəşəng. Malta, Monaco. Başqa balaca dövlətlər var, onların ekonomiləri çox olur. Faroe adaları məsələn. O da Azərbaycan. Azərbaycan Faroe adalarına vaxt oldu. Bu kimdir? Amerika Birləşmiş Dövlətləri. Nəysə, boş verəcəksin. Biz Moritaniya döyüş elan eləyək. Aramız yaxşıdır. Çox pis. Burada çağım görüm bunu Azərbaycan gələcək. Yəni Azərbaycan, bundan sonra mən deyirəm. Gəldiyin döyüşlərdə mən sənə torpaq verməyə fikirləşirəm. Gəldim mi Azərbaycan? Gəldim. Halal olsun, nə deyim. Prosti kaşlı buradan torpaq istəyən itirməyərdim. Neysə, burada mən orada basarım sənin üçün.
19 milyon oldu. Qəşəng yığdı. 15 dəqiqəlik sonuna gəlmişik. Sağ olun, salamat qalın. Görüşərik. Bu video gələn video. Sağ olun, salamat qalın. Görüşmək üzrə növbələrdə, amma oyunu da yadda saxlayaq gedək. Və bu arada indidən də xəbərlər vermiş olum ki, bunun artıq gələn dəfə finalını çəkməyi fikirləşirəm. Bu final da böyük döyüş. Yəni Afrika planımızı saxlayacaq böyük döyüş. Dünya növbətlər kimdir? Məsələn, dünya birincisi və üçüncüsü Myanmarla Japoniya bir yerdə. Dünya böyüklərinə qarşı biz və Azərbaycan bir yerdə döyüşəcəyik. Myanmar çox güclüdür, Japoniya da çox güclüdür. İkisinə qarşı Azərbaycan və mən base atacağıq. Məncə Azərbaycan onu yer bitirər. Yəni döyüş atacağıq 1v1. Yəni görək sonuçlarını görərik. Gələn dəfə böyük döyüş olacaq. Videoya baxmağı unutmayın, yorum eləməyi unutmayın. Siz də gələn dəfəki finalda nə eləməliyik? Final şərəfinə. Bu arada playlistlərə də əlavə eləyəcəm. Sağ olun, salamat qalın. Növbəti videoda görüşərik.